Salam, hər vaxtınız xeyir. Space Radionun 18 olan xəbər buraxılışıdır. Studiyada mənəm Diana Cəlali. Prezident İlham Əliyev Bakı Expo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub. Başladılan hərbi əməliyyatlar səbəbindən Astara sərhəd gömrük keçid məntəqəsi vasitəsilə İrandan ümumilikdə 312 nəfər təxliyə olunub. Qeyd edək ki, keçid məntəqəsindən vətəndaşların rahatlığı üçün bütün zəruri tədbirlər görülüb. Türkiyə-İran sərhədindəki 3 gömrük keçid məntəqəsində gündəlik sərnişin daşımaları qarşılıqlı olaraq dayandırılıb. Bu barədə ölkənin ticarət naziri Ömər Bolat açıqlama verib. İran öz vətəndaşlarının Türkiyə üzərindən ölkə ərazisinə daxil olmasına icazə verir. Türkiyə olaraq biz də vətəndaşlarımızın və 3-cü ölkə vətəndaşlarının İrandan ölkəmizə daxil olmasına icazə veririk deyə Bolat bildirib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bəyan edib ki, İran növbəti ali liderin seçimində problemlərlə üzləşə bilər. Trumpın sözlərinə görə ABŞ-nin zərbələri o qədər uğurlu olub ki, namizədlərin əksəriyyəti məhv edilib. Bu bizim düşündüyümüz şəxslərdən heç biri olmayacaq, çünki onların hamısı ölüb deyə ABŞ lideri telekanala şərhində bəyan edib. İsrailin Beyrutun cənub ətraf ərazilərinə indirdiyi zərbələr nəticəsində isə ən azı 10 nəfər həlak olub. Hücum nəticəsində Hizbullahın parlament fraksiyasının sədri Məhəmməd Raad həlak olub. Goranboyda bıçaqlanma hadisəsi baş verib. Tərtər rayon sakini Cahid Hüseynov qarnının kəsilmiş, deşilmiş bıçaq xəsarəti diaqnozu ilə Gəncə şəhər xəstəxanasına yerləşdirilib. Ona xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini 33 yaşlı Natiq Əliyev saxlanılıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin artan sərnişin tələbatını təmin etmək məqsədi ilə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib. 7 və 9 mart tarixlərində hər iki istiqamətdə səfərlər təşkil ediləcək. Qatar Bakıdan Ağstafaya saat 8:30-dan, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Gecə və səhər bəzi dağlıq rayonlarda yol. Space Radionun 18 olan xəbər buraxılışını dinlədiniz. Studiyada mən idim Diana Cəlali. Görüşmək ümidi ilə.